Dostlar, gördüğünüz kimi çiğ köftəni hazırladıq. Burada çahı, limon və nar şərab var. Deməyin ki, bu qaşıq nəyə görə lazımdır, sonda görərsiniz. İndi dostlar, biz bunu əslində dostlar, limon da çox vurmaq lazım idi. Limon xoşlamayanlar az vura bilər, amma məncə siz limonu çox vurun. Yəni limon hamısını vurmalıydı əslində. Petruşkandan da biraz az vurdum, amma çox da vura bilərdik. Gördüğünüz gibi bunu koyuyoruz. Bakın çahını götürdük mü? Yok, bu yaxşı çahı değil. Ya da neyse. Çahımızı götürdük. Bunu götürək. Bunu bura koyaq. Ve sonra nağaraq. Çiğ köftəmizi çahıya koyduq. Üstüne limon sıxırıq. Limonu sıxmaq lazımdır. Sıx. Sıxdıq. Üstünə nar şərab tökmək lazımdır. Amma ehtiyatlı olmaq lazımdır. Çünki nar şərab hər yerə tökülür. Yavaşca nar şərab tökün. Hop, yaxşıdır. Nar şərabın qapağını bağlayın. Oyda turşdu. Nar şərabın özü çox turşlanır. Sonra isə bunu yiyin. Daha da kıvamı da 10 numaradır. Biraz töküldü. Ne kadar? Keçək qaşığı niye gətirmişik ona. Soku götür. İçine limon tulla. Limonatdır. Gör nə tər çarxlanır. Qaşıqla deyilmir. Böyle karıştırırıq. Oydu. Coca-Cola içirəm elədir. Ben bunu çok beğendim. Siz de mütləq yeməlisiniz. Neyse dostlar, videomuz buraya kadar idi. Sağ olun. Əladır. Mütləq siz də yeməlisiniz.